Qiyamət günü soruşacaq bütün Kərbəla şəhidlərindən. Niyə gəlmişdiniz Kərbəlaya? Hərənin bir cavabı var. Ən dərin cavabı Həzrət Əbəlfəz verəcək. Maraqlı da bu. Qiyamət günü deməyəcək, şəhidlər gəlin keçin. Bəli, sorğu-sualsız keçəcəklər. Amma hara gedəcəklər, meyar nədir? Kərbəlaya niyə gəlmişdin? Hamısının bir səbəbi var idi də. Ən dərin səbəbi Həzrət Əbəlfəz göstərəcək. Cavaba uyğun qiymət verirlər adam. Kimin cavabı daha dərindir, daha üstün qiymət. Gəlmişdim də, vacib idi gəlmişdim də, cavab bu deyil. Cavab budur, görün. Bax, burada oruç tutanlar oturub, soruşacaqlar, niyə oruç tutmuşdunuz? Kim ağıllı, dərin cavab versə, içdən gəlsin bu cavab. Doğrudan da səbəbini dilinə desə. Kimin cavabı daha dərin olsa, orucu bir o qədər qiymətlidir. Orucluq